Hamıya salam. Bugünkü videoda funksiya mövzusundan 11-ci sinif buraxılış və blok imtahanlarına düşmüş sualların izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. Qrafiki M nöqtəsindən keçən funksiyanın qiymətlər çoxluğunu tapın. Bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün birinci M dəyişəninin qiymətini tapmaq lazımdır. Bunun üçün x-in yerinə -3, y-in yerinə 5 qoyub yazaq. 5 bərabərdir. Kök altında -3-ün kvadratı üstəgəl m vurulsun -3 üstəgəl 10. 5 bərabərdir. Kök altında 9 çıxılsın 3m üstəgəl 10. Hər tərəfi kvadrata yüksəldək. 25 bərabərdir. -3m üstəgəl 19. 3m bərabər olur -6-ya. M bərabərdir -2. Funksiyanı yenidən yazaq. Y bərabərdir. Kök altında x kvadratı çıxılsın 2x üstəgəl 10. Kök altındakı funksiya kvadratik funksiyadır. Kvadratik funksiyanın ən kiçik qiymətini tapdığımız ədədi kökün altına salsaq, bu funksiyanın ən kiçik qiymətini tapmış olarıq. İndi hesablayaq. N bərabərdir 4ac çıx b kvadratı bölünsün 4a düsturu ilə N'i tapaq. 4 vurulsun 1 vurulsun 10 çıxılsın b -2'dir. -2'nin kvadratı 4 bölünsün 4a. 40 çıxılsın 4 36. 36 bölü 4 9. Kökün altındakı funksiyanın ən kiçik qiyməti 9'dur. Y bərabərdir. Kök altında 9. Kök altında 9'dan da 3 çıxır. Deməli, bu funksiyanın ən kiçik qiyməti 3'ə bərabərdir. Ən kiçik qiymət 3'dür. Sonraki qiymətlər isə müsbət sonsuzluğa tərəf gedir. Deməli, doğru cavab olur C variantı. İkinci sual. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğudur. Görünür ki, funksiya kökaltı funksiyadır. Deməli, x-in ala biləcəyi qiymətləri tapmaq üçün kökün altındakı ifadənin qiymətini 0-dan böyük bərabər eləmək lazımdır. X çıxılsın 9 böyük bərabərdir 0, x böyük bərabər olur 9-dan. Doğru cavab D variantı. Üçüncü sual. Funksiyanın təyin oblastından götürülmüş x-lər üçün ifadənin qiymətini tapın. İlk öncə funksiyanın təyin oblastını hesablayaq. Görünür ki, bu funksiya kökaltı funksiyadır. Ona görə təyin oblastını tapmaq üçün kökün altındakı ifadənin qiymətini 0-dan böyük bərabər yazmaq lazımdır. 8x çıxılsın x kvadratı çıxılsın 15 böyük bərabərdir 0. Hər tərəfi mənfiyə vuraq. X kvadratı çıxılsın 8x üstəgəl 15. İşarə dəyişir kiçikdir 0. Vuruqları ayıraq. X çıx 5, x çıx 3. Kiçik bərabərdir 0. Kökləri olur 3 və 5. İndi interval quraq. 3, 5. Bu aralıqdan 6'nı götürsək, ifadənin qiyməti olur müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq lazımdır. Deməli, 3-5 aralığı. X-in daxil olduğu aralıq 3-5 aralığıdır. İndi şərtdəki ifadənin qiymətini hesablayaq. Birinci modullu ifadəyə baxaq. Dedik ki, x 3, 4, 5 qiymətini ala bilər. Deməli, x-in yerinə 3, 4, 5 qoysaq, modulun içərisindəki ifadənin qiyməti ya 0 ya da mənfi alınır. Mənfi alındığına görə modulu mənfiyə vurub açırıq. Yəni, x çıx 5'i mənfiyə vururuq, olur 5 çıxılsın x. İndi ikinci modullu ifadəyə baxaq. Burada x-in yerinə hansı ədədi qoysaq, modulun içərisindəki ifadə müsbət alınır. Ona görə də bu ifadəni, bu modullu ifadəni olduğu kimi açmaq lazımdır. Üstəgəl 2x, üstəgəl 2,7. İndi sonuncu ifadəyə baxaq. X-in yerinə 3, 4, 5 qoysaq, ifadənin qiyməti ya 0 olur, ya da 0-dan böyük olur. Deməli, bu ifadəni də olduğu kimi açmaq lazımdır. Çıxılsın x çıx 3 bərabərdir
5 çıx x üstəgəl 2x üstəgəl 2 tam onda 7 çıxılsın x üstəgəl 3 bərabərdir. Mənfi x, mənfi x, mənfi 2x, müsbət 2x islah olur. Yerdə qalır 5 üstəgəl 2 tam onda 7, 7 tam onda 7 üstəgəl 3, 10 tam onda 7. Doğru cavab olur B variantı. Dördüncü sual. Funksiyanın təyin oblastını tapın. Bu funksiyada kökaltı funksiyadır. Ona görə kökün altında olan hər bir ifadəni ayrı aralıqda sıfırdan böyük bərabər götürməliyik. 2 çıxılsın x böyük bərabərdir 0. Mənfi x böyük bərabərdir mənfi 2-dən. X kiçik bərabər olur 2-dən. Digər tərəfdən 2x böyük bərabərdir 0. X böyük bərabərdir 0 olmalıdır. Deməli, x 0-dan böyük, 2-dən kiçik qiymətlər alır. 0 ilə 2 aralığı. 5-ci sual. Mənfi 2, 12 nöqtəsi funksiyanın qrafiki üzərində olarsa f3-ü hesablayın. X-in yerinə mənfi 2, y-in yerinə 12 yazıb k-nı hesablayaq. 12 bərabərdir k bölünsün x, yəni mənfi 2. K-nın qiyməti olur mənfi 24. İndi f3-ü hesablayaq, yəni x-in yerinə 3 qoyaq. Mənfi 24 bölünsün 3 bərabərdir mənfi 8. 6-cı sual. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastını tapmaq üçün məxrəcə baxaq. Məxrəcdəki ifadə kök altında olan ifadədir. Deməli, kökün altındakı ifadənin qiymətini 0-dan böyük bərabər yazmalıyıq. Digər tərəfdən bu funksiya kəsrli funksiyadır və kəsrin məxrəci 0 ola bilməz. Deməli, məxrəcdəki ifadəni yalnız 0-dan böyük götürməliyik. 0,7 çıxılsın 1,4x böyüdür 0. Böyük bərabər 0 yazsaq, məxrəcdəki ifadənin qiyməti 0 olur. Ona görə də ifadənin mənası olmur. Sadəcə böyüdür 0 yazıb hesablamaq lazımdır. Mənfi 1,4x böyükdür mənfi 0,7-dən. X kiçikdir 0,5-dən. Deməli, təyin oblastı olur mənfi sonsuzluq 0,5. 7-ci sual. Funksiyanın qrafiki verilmişdir. A nöqtəsinin koordinatlarını tapın. A nöqtəsi burada yerləşir. Bu nöqtənin koordinatları x 0-dır. Çünki A nöqtəsi x düz xəttinin üzərindədir. Yəni, y 0-a bərabər olur. Deməli, bu funksiyanın da 0-a bərabər eləsək, x-in qiymətini taparıq. X kvadratı çıxılsın 4 bölünsün x üstəgəl 2 bərabərdir 0. Məxrəcdəki ifadənin həmişə müsbət qiymət alır. Ona görə də surətdəki ifadənin qiymətini 0-a bərabər eləmək lazımdır. X kvadratı çıx 4 bərabərdir 0. X kvadratı bərabərdir 4. X bərabər olur müsbət mənfi 2-yə. A nöqtəsi 0-dan sağda yerləşir. Deməli, A nöqtəsinin x koordinatının qiyməti müsbət ədəd olmalıdır. Onda A nöqtəsinin koordinatları olacaq müsbət 2, 0. 8-ci sual. Fx və gx funksiyalarının qrafiklərini qurun və kəsişmə nöqtələrindən əmələ gələn qapalı fiqurun sahəsini tapın. İlk öncə hər bir funksiyanın təpə nöqtəsinin koordinatlarını yazaq. Fx funksiyasının təpə nöqtəsini yazaq. 3, müsbət 5. Gx funksiyasının təpə nöqtəsinin koordinatlarını yazaq. 3, mənfi 5. İndi funksiyaları quraq. Təpə nöqtələrin koordinatlarını qeyd elədik. Biz bilirik ki, modullu funksiyaların qrafiki əmsaldan asılı olaraq ya belə, ya da belə yazılır. İndi bu funksiyaların köklərini tapaq, yəni x oxunu hansı nöqtələrdə kəsir? Modulda x çıxılsın 3 bərabərdir 5. X çıx 3 bərabərdir 5. X bərabər olur 8-ə. X çıx 3 bərabərdir mənfi 5. X bərabər olur mənfi 2-yə. Deməli, bir dəfə 8, bir dəfə də mənfi 2 nöqtəsində kəsir. Mənfi 2, 8. Fx funksiyasının köklərini tapsaq, cavab yenə mənfi 2, 8 olacaq. İndi bu nöqtələri birləşdirək.
funksiyaları çəkdi. Bizdən bu fiqurun sahəsini soruşur. Şəkilə baxanda görürük ki, bu fiqur rombdur. Çünki diaqonalları bir-birinə perpendikulardır. Bu birinci diaqonal, bu da ikinci diaqonal. Bir-birinə perpendikular oldu. Təbii ki, bu dörd tərəfi də bir-birinə bərabərdir. İndi diaqonalların uzunluqlarını yazaq. D1 bərabərdir bunun uzunluğu. Bu məsafə 5-dir. Bu məsafədə 5 olur. Deməli, birinci diaqonalın uzunluğu oldu 10. İkinci diaqonalın uzunluğu isə -2-dən 8-ə qədərdir. Yəni 10. İndi sahəni hesablayaq. Rombun sahəsini tapanda diaqonalların hasini tapıb 2-yə bölürdük. 10 vurulsun 10 bölünsün 2. Doğru cavab olur 50. 9-cu sual. Funksiyanın qrafikinə əsasən m-in ala biləcəyi qiymətlərin cəmini tapın. Funksiyanın qrafikinə baxanda görürük ki, bu xətti funksiyadır. Bu ifadə x-in əmsalıdır. Bu ifadə isə düsturda olan b-dir. Kx üstəgəl b. Bu b bu ifadəyə bərabərdir. İndi qrafikə əsasən k-nın və b-nin işarələrini müəyyən eləyək. B, y oxunu kəsdiyi nöqtədir. Görürük ki, 0-dan yuxarıda kəsir. Deməli, b-nin qiyməti 0-dan böyükdür. Funksiyanın qrafiki 1-ci və 3-cü rüblərdən keçdiyinə görə k-nın da qiyməti 0-dan böyük olur. İndi bu ifadələri hər birini 0-dan böyük eləyib yazaq. 4m çıxılsın m-in kvadratı üstəgəl 12 böyükdür 0. 10m çıxılsın m kvadratı çıxılsın 16 böyükdür 0. M kvadratı çıxılsın 4m çıxılsın 12 kiçikdir 0. M çıxılsın 6 m üstəgəl 2 kiçikdir 0. İntervallar üsulundan istifadə eləyək. -2 6. 6-dan böyük 7 qoysaq müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq lazımdır. Deməli, birinci ifadəyə əsasən m-in daxil olduğu aralıq olur -2, 6. İndi ikinci ifadəni hesablayaq. M-in kvadratı çıxılsın 10m üstəgəl 16 kiçikdir 0. M çıxılsın 2, m çıxılsın 8 kiçikdir 0. 2, 8. 8-dən böyük 9 qoysaq müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq olur 2, 8. İkinci ifadəyə əsasən də m 2, 8 aralığına daxil olur. Deməli, elə ədədlər seçməliyik ki, həm -2, 6, həm də 2, 8 aralığına daxil olsun. 3, 4, 5. Şərtdə isə m-in ala biləcəyi qiymətlərin cəmini soruşurdu. Bunları toplasaq, doğru cavab olur 12. 10-cu sual. Parabolanın təpə nöqtəsi harada yerləşir? M bərabərdir -b bölünsün 2a. -8 bölünsün 2 vurulsun -2. -8 bölünsün -4. Cavab olur -2. Bu x koordinatıdır. İndi y koordinatını tapaq. -2 vurulsun -2-nin kvadratı çıxılsın 8 vur -2 üstəgəl 3 bərabərdir. -2 vur 4 üstəgəl 16 üstəgəl 3 bərabərdir 11. Deməli, təpə nöqtənin koordinatları oldu -2, 11. -2, 11. İkinci rübdə yerləşir. 11-ci sual. Şagirdlər CB və CA düz xətləri boyunca yönələn mail müstəvilər üzərində kürəklərlə təcrübə aparırlar. CB və CA düz xətlərinin tənliklərə uyğun olaraq -3x üstəgəl m, 2x üstəgəl n olarsa və C nöqtəsi AB xəttindən 1,8 metr məsafədə yerləşərsə, AB məsafəsini tapın. Bu məsafənin uzunluğu 1,8 metrdir. CB düz xəttinin tənliyi -3x üstəgəl m-dir.
CA düz xəttinin tənliyi isə 2x üstəgəl n-dir. C nöqtəsinin koordinatı 0, 1,8-dir. Deməli, həm bu tənlikdə, həm də bu tənlikdə x-in yerinə 0 yazsaq, n və m-in qiyməti olur 1,8. N bərabərdir m bərabərdir 1,8. Çünki hər ikisində x-in yerinə 0 qoyanda cavab yenə də 1,8 eləyir. İndi isə A və B nöqtələrinin koordinatlarını tapaq. A nöqtəsinin koordinatını tapmaq üçün bu funksiyada y-in yerinə 0 yazırıq. Yəni 2x üstəgəl 1,8 bərabərdir 0. 2x bərabərdir mənfi 1,8. X bərabər olur mənfi 0,9. Deməli, A nöqtəsinin koordinatı olur mənfi 0,9, 0. İndi B nöqtəsinin koordinatlarını tapaq. Mənfi 3x üstəgəl 1,8 bərabərdir 0. 3x bərabərdir 1,8, x bərabər olur 0,6-ya. B nöqtəsində koordinatları oldu 0,6, 0. AB məsafəsini tapmaq üçün 0,9 ilə 0,6-nın cəmini hesablamaq lazımdır. Cavab olur 1,5. 12-ci sual. Ordinat oxunu M nöqtəsində kəsən kx üstəgəl B funksiyasının qrafiki A və B nöqtələrindən keçən düz xəttin qrafikinə paraleldir. K vur B hasilini tapın. İlk öncə bu nöqtələrdən keçən düz xəttin bucaq əmsalını tapaq. K bərabərdir y2 çıx y1 bölünsün x2 çıxılsın x1 bərabərdir 5 çıxılsın mənfi 3 bölünsün mənfi 3 çıxılsın 1. 8 böl mənfi 4 k olur mənfi 2. Bu düz xəttin bucaq əmsalı bu düz xəttin bucaq əmsalına bərabərdir. Çünki bu düz xəttlər bir-birinə paraleldir. Deməli, buradakı k-nın qiyməti olur mənfi 2. İndi x-in yerinə 0, y-in yerinə 4 yazıb hesablayaq. 4 bərabərdir mənfi 2 vurulsun 0 üstəgəl B. B bərabər olur 4-ə. B-ni 4 tapdıq, k-nı mənfi 2. K vurulsun B hasil olacaq 4 vurulsun mənfi 2. Doğru cavab olur mənfi 8. 13-cü sual. B parametrinin hansı qiymətlərində y funksiyası yalnız mənfi qiymətlər alır? Bu funksiyanın birinci əmsalına baxsaq, görərik ki, birinci əmsalı mənfidir. Bu da onu göstərir ki, bu funksiyanın qrafikinin qolları aşağıdır. Digər tərəfdən bu funksiyanın yalnız mənfi qiymətlər alması üçün diskriminant sıfırdan kiçik olmalıdır. Yəni, bu funksiyanın qrafiki x oxunu heç bir nöqtədə kəsməməlidir. Diskriminantı sıfırdan kiçik eləyək və hesablayaq. Diskriminant bərabərdir b kvadratı çıxılsın 4ac bərabərdir. B-nin qiyməti budur. Mənfi b çıx 4-ün kvadratı çıxılsın 4 vur a mənfi 1 vurulsun c mənfi 9 bərabərdir. Mənfi 1-in kvadratı ilə 1 eləyir. B kvadratı çıxılsın 8b üstəgəl 16. Mənfi 1, mənfi 9, müsbət 9 çıxılsın 4 vur 9, 36 bərabərdir. B kvadratı çıxılsın 8b çıxılsın 20. Tapdığımız bu ifadəni sıfırdan kiçik eləməliyik. B kvadratı çıxılsın 8b çıxılsın 20 kiçikdir 0. Vuruqlara ayıraq. B çıx 10, B üstəgəl 2 kiçikdir 0. Kökləri olur mənfi 2, müsbət 10. Bu aralıqdan ədəd qoysaq müsbət, mənfi, müsbət. Bizə sıfırdan kiçik aralıq lazımdır, yəni mənfi 2, 10 aralığı. Doğru cavab olur B variantı. 14-cü sual. Diaqramda fx və gx funksiyalarının əmsalları verilib. Bu diaqrama əsasən cədvəli doldurmaq lazımdır.
İlk öncə diaqrama əsasən funksiyaları yenidən yazaq. Fx bərabərdir. Fx funksiyası üçün bu hissəyə baxırıq. A əmsalı 2-dir. 2x kvadratı üstəgəl B əmsalı 4-dür. 4x üstəgəl C əmsalı isə 6 ilə 8-in arasında 7-dir. İndi Cx funksiyasını yazaq. Cx funksiyasında A-nın qiyməti 2-dir. Mənfi 2, şərtdə mənfi də var. Mənfi 2x-in kvadratı, B-nin qiyməti 8-dir. Üstəgəl 8x çıxılsın. C-nin qiyməti olur 9. İndi bu funksiyaları cədvələ yazaq. Fx funksiyası oldu 2x kvadratı üstəgəl 4x üstəgəl 7. Cx funksiyası oldu mənfi 2x kvadratı üstəgəl 8x çıxılsın 9. İndi bunların təpə nöqtəsini hesablayaq. Fx funksiyası üçün yazaq. M bərabərdir mənfi B bölünsün 2A. Mənfi B-nin qiyməti 4-dür. 2 vurulsun A-nın qiyməti 2-dir. Cavab olur mənfi 1. İndi Y koordinatını hesablayaq. 2 vurulsun mənfi 1-in kvadratı üstəgəl 4 vur mənfi 1 üstəgəl 7 bərabərdir 5. İndi Cx funksiyası üçün hesablayaq. M bərabərdir mənfi 8 bölünsün 2A. 2 vurulsun mənfi 2. 8 böl mənfi 4 mənfi 2. Cavab olur müsbət 2. İndi Y koordinatını hesablayaq. Mənfi 2 vur 2-nin kvadratı üstəgəl 8 vur 2 çıx 9 bərabərdir mənfi 1. Bunları cədvəldə qeyd edək. Mənfi 1, 5 və 2, mənfi 1. İndi qrafiklərin yerləşdiyi rübləri yazaq. Fx funksiyasının təxmini təsvir eləyək. Təpə nöqtəsi mənfi 1, 5, yəni burada yerləşir. Birinci əmsalı 0-dan böyükdür, deməli qolları yuxarıdır. Bu funksiya yerləşir birinci, ikinci rüblərdə. İndi Cx funksiyasını təsvir eləyək. Təpə nöqtəsi 2, mənfi 1-dir, buradadır. Birinci əmsalı 0-dan kiçikdir, deməli qolları aşağıdır. Bu da yerləşir 3-cü, 4-cü rüblərdə. 15-ci sual. Verilmiş funksiyalardan hansı nə tək, nə də cüt funksiyadır? A variantına baxaq. Bu funksiyanı təsvir eləsək, koordinat başlanğıcına keçəcək. Koordinat başlanğıcına nəzərən simmetrik olduğuna görə tək funksiyadır. B variantına baxaq. B variantında olan funksiya bir tək və bir cüt funksiyanın hasilindən ibarət olduğuna görə bu funksiya da tək funksiyadır. C variantındakı funksiya paraboladır. OY oxuna nəzərən simmetrik olduğuna görə cüt funksiyadır. Y variantındakı funksiya da kvadratik funksiyadır. Sadəcə olaraq burada yerləşir, amma yenə də OY oxuna nəzərən simmetrikdir. Deməli, bu da cüt funksiyadır. Yerdə qalır D variantı.